Buranın öz ilanları da var. Gürcə ilanı var burada. Burada bizim bildiyimiz Gürcədir, amma biraz nəsə burada dələ idi, nə idi çıxdı qabağımıza. Den 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 görüm. Ha heyvan çıx sənə de. Ay yox. Kütləvi şəkildə nə bilim bütün meşəni kəsmirlər, qırmırlar. Hissə-hissə, etap-etap. Norveç adətən soyuq ölkə kimi tanınır bizlərdə. Biz hamımız elə bilirik ki, Skandinaviya ölkəsidir. Norveç soyuq ölkədir və sair və ilə axır. Amma mən bu fikirlərlə heç də tam razı deyiləm. Norveç göründüyü kimi, bizim bildiyimiz kimi soyuq ölkə deyil. Norveçin cənub hissəsində yetərincə əlverişli iqlim şəraiti var. Amma şimal hissəsi olduqca soyuqdur. Yəni Norveç ölkə olaraq kənd təsərrüfatı da inkişaf eləyib. Düzdür, burada torpaqları yetərincə deyil, kənd təsərrüfatına yararlı torpaqlar yetərincə deyil. Amma burada arıçılıq, heyvandarlıq, əkinçilik, yəni kartoşka filan və beləncə şeylər yetişir, hər şey yetişir. Yəni bizim heç də təsəvvür etdiyimiz qədər də soyuq deyil. Ələxüsus da Norveçin cənub tərəfləri. Oslo və Oslo ətrafı və yaxud daha cənub tərəfləri. Oralar yetərincə istidir. Yəni deməzdim ki, Azərbaycan kimi, Azərbaycan iqlimi kimi istidir, amma istidir. Yəni adamlar burada üzürlər də yayda üzgü filan, yəni dənizdəmi, göldəmi üzürlər də. Qeyd edeyim ki, Norveçdə 450 mindən çox, yoxsa 400 mindən çox göl var. Bu çox maraqlı statistikadır, maraqlı faktdır. Təsəvvür edin, 5 milyon 500 əhalisi olan ölkənin deyək ki 500 min gölü var. Bu da orta hesabla 10-12 nəfərə, 11-12 nəfərə bir göl düşürdü. Çox maraqlı statistika. Buranın cənubunda, yəni bayaq da qeyd etdiyim kimi Oslo ətrafında və yaxud digər cənub hissələrində hava şəraiti yetərincə isti olur. İllahdan da buranın fjordları olan yerlər daha mənzərəli, daha gözəl olur. Yəni heç də Norveç təsəvvür etdiyimiz Norveç deyil, bizim o qədər də soyuq deyil. Yəni vəhşi soyuqlar yoxdur bu ölkədə. Bir halda ki, burada arıçılıq var, arı inkişaf edir, arı var. Düzdür, indi deyərsiniz arıçılıq soyuq ölkələrdə də, Sibirdə də arı var. Amma var, yəni kənd təsərrüfatı, alma, gilas və s. və axır burada yetişdirilir. Amma bu ölkənin yeganə mənfi tərəfi odur ki, kənd təsərrüfatı üçün əlverişli torpaqları çox azdır. Səhv eləmirəmsə, əgər statistikanı yanlış xatırlamıramsa, 3% torpaqların 3%-i kənd təsərrüfatına yararlıdır. Norveçdə insanlar meşədə gəzməyi çox xoşlayırlar. Onlar buna qorxotur deyirlər. Çox sevdikləri bir əyləncədir, əyləncə mi deyim, idman növü mü deyim. Onu da deyim ki, bütün meşələrin sahibi var, meşələr heç biri sahibsiz deyil. Yəni böyük ehtimalla sahibləri var. Çox təsadüf olar ki, bələdiyyəyə məxsus hissələri ola bilər, çox nadir halda. Və meşələrdə də yetərincə vəhşi heyvanlar var. Canavar var, ayı var, vəhşi pişik var və s. və ilə axır. Hər cür vəhşi heyvanlar olmasına rəğmən, amma Norveçdə vəhşi heyvanların hücumu nəticəsində insan ölümünün sayı 0-a yaxındır. Amma vəhşi arıların nəfəs yollarına daxil olaraq, insanların nəfəs yoluna daxil olaraq, oradan sancması səbəbindən ölmə sayı daha yüksəkdir. Düzdür, bu rəqəmi xatırlamıram. Yəni insanlar meşədə gəzərkən artıq yorulanda ağzı açaraq nəfəs alır və yaxud qaçarkən və yaxud velosiped sürərkən və arı gəlib girir ağza. Təbii ki, arı da girəndə özünü müdafiə məqsədi ilə sancır adamı və bununla da nəfəs yolları tutulur. Bu statistika daha yüksəkdir. Maraqlı bir faktdır bu da Norveç haqqında. Bu arada kanalımıza abunə olsanız minnətdar olarıq. Və videomuzu bəyənsəz, buna görə sizə təşəkkür edərik. Norveçin meşələrində ağaclar, tikinti yararlı ağaclar çoxdur və bu ağacları hissə-hissə qırırlar. Yəni planlı şəklində kəsirlər, istifadəyə göndərirlər. Amma gözləyirlər həmin yerdə ağaclar yetişsin, torpağın sahibi gözləyir. Yəni buna 10 illiklər lazımdır. Biraz nisbətən soyuq olduğu üçün burada ağac biraz daha nisbətən gec yetişir. Amma planlı şəkildə qırılır və planlı şəkildə də yetişdirilir deyərdim. Belə bunların xüsusiyyəti var.
Baxın, ağacların kəsilməsinə, bu dediyim planlı şəkildə kəsilməsinə dair bəruz nümunə. Bu ağaclar hardasa bir neçə il bundan qabaq burada ağaclar olunub və kəsilib. Amma baxın, buna misaldır, bax. Görürsünüz, bu tipli kötüklər burada çox rast gəlmir. Amma buna misal olaraq yanında digər tam yaxınlığında belə bir hündür ağaclar. Görürsünüz, oranı toxunmayıblar, ora kəsilməyib, belə. Yəni qorunur. Yəni burada yaşayan heyvanlar da nəzərə alınır. Yəni dələsi var, o birisi, bu birisi var. Kütləvi şəkildə nə bilim bütün meşəni kəsmirlər, qırmırlar. Hissə-hissə, etap-etap. Bir çoxlarımız bilirik ki, Norveç Azərbaycan kimi, Nigeriya kimi və digər ölkələr kimi, ərəblər kimi neft hasil edən ölkədir. Amma bununla yanaşı, bu maraqlı bir faktdır, bir çoxlarımız bunu bilmirik. Norveç Avropa ölkələrinə elektrik enerjisi də hasil eləyir, satır, eksport eləyir. Buna da səbəb ölkədə çoxlu sayda kiçik çayların, göllərin olmasıdır. Və bunlar da bundan səmərəli istifadə edirlər. Elektrik enerjisi hasil edirlər, su elektrik stansiyaları yaradırlar və Avropaya müəyyən qədər elektrik enerjisi də satırlar adamlar. Norveç dili İsveç dili ilə, bir də Danimarka dili ilə çox yaxın dillərdir. Necə ki, biz Azərbaycan dili və türk dili bu qədər yaxın dillərdir. Amma başqa dünyanın demək olar ki, heç bir yerində istifadə olunmayan dillərdir. Amma Norveçdə bütün Norveçlilər demək olar ki, ingilis dilini bilir. Hətta burada televiziya kanallarında bir çox verilişlər, kinolar ingilis dilində tərcüməsiz, yalnız subtitrlər vasitəsilə yayımlanmaqdadır. Belə şeylər də var bunlarda. Norveçin təbiətinə bir sadə misal, bu gördüklərimiz bir çoxları malina kollarıdır. Malina da yetişir burada. Sonra burada digər bu tipli meşə meyvələri də yetişir. Meşənin dərinliyidir. Meşənin dərinliyində, yəni də deyirəm, burada hər cür heyvan rastımıza çıxa bilər. Burada onu da deyim ki, buranın öz ilanları da var. Gürcə ilanı var burada. Burada bizim bildiyimiz gürcədir, amma biraz fərqlidir və zəhəri bir o qədər də zəhərli bizim gürcələr qədər deyil. Sözümün canı gürcədən deyildi, amma mən bunu göstərmək istəyirdim ki, meşənin dərinliyində bu yer kimə aiddirsə, bax belə bir oxlar, istiqamətlər verir ki, yəni insanlar burada pulsuz gəlib meşədən istifadə edirlər, gəzintilərini edirlər, amma təbiətinə toxunmamaq şərti ilə. Gürcələri deyim ki, elə bir gürcədir ki, bu gürcə kimisə sancarsa, bu adamların ölüm təhlükəsi var ki, uşaqların, yaşlı adamların, allergiyası olan adamların ölüm təhlükəsi var. Amma digərlərinə bir o qədər də təsir eləmir. Belədir. İki cür gürcə var. O birisi daha nisbətən zəif zəhərlidir. Amma gürcədən də daha vəhşi heyvanlar var burada. Hansı ki, meşə pişiyi. Onun düz adama çox təsadüf hallarda hücum eləyər. Amma hücum elədisə, öldürmək istəsə şansın azdır. Və yaxud ayı, canavar. Canavar burada adi bir şeydir. Çox rast gəlinən heyvandır meşənin içində. Los deyirlər, rus dilində, Azərbaycan dilində maral deyil, amma onun tərcüməsini bilmirəm. Ceyranlar olduqca çoxdur. Ceyran, dovşan həddindən artıq çoxdur burada. Bir daha sizə videomuzu bəyənməyi dəvət edirəm, zəhmət olmasa. Fikirləriniz, şərhləriniz varsa, suallarınız varsa verin. Adətən bizə ən çox verilən suallardan biri də odur ki, biz ora necə gələ bilərik? Yəni filan peşə sahibiyəm, filan iş sahibiyəm və s. və ilə axır biz ora necə gələ bilərik? Bu haqda kanalımızda Bərbərin və Norveçdə bərbərinə bağlı video var. Orada bu haqda bu məsələyə toxunulur. Bir də Ramazan bəylə bir videomuz var bu haqda. O videoya da baxa bilərsiniz. Norveçdə necə gəlmək, gəlməyin ən qısa, uğurlu, əlverişli yolları. Bunları baxsaq, vaxtı məlumat ala bilərsiniz. Nəsə burada dələ idi, nə idi çıxdı qabağımıza. Günüm. Heyvan çıx sənə də de. Ay yox, quş deyə. Mən də dedim. Nəysə. Dostlar, bu dediyim bu təbiəti ilə bağlı Oslo'nun yaxınlığındayıq. Oslo'dan bir 100 kilometr aralıqda məsafədə belə bir təbiətdir. Şimalında belə bu cür deyil, təbii ki. Fərqli təbiətdir. Amma onu da nəzərə alın ki, buranın dənizə, okeana yaxın hissələrində olduqca küləkli olur və qışda soyuq olmur. Orada şaxtalı olmur. Şaxtalı olur, yəni
çox dəhşətli şaxtalar olmur, amma külək olur. Maksimum 20 dərəcə təsadüf hallarda 20 dərəcə olar. Bir neçə tanışlar var, danışırlar. 5-10 orada stabil temperaturdur mənfi qışda, amma küləkli olur. Külək daim orada. Yay qış külək var. Yağış da daha çox olur o tərəflərdə. Biraz nisbətən qərbi, şimali-qərbi Norveçdə deyərdim belə. Amma ortalarında Norveçin bir o qədər də elə deyil. Bir də Norveçin dilinə toxunmaq istəyirəm. Norveç dili necə dildir? Norveç dili çətin dil deyil. Ələxüsusda bizim üçün, əgər adamda bir balaca ingilis dilisi varsa, ingilis dilini bilirsə, daha rahat olacaq. Nəyə görə? Çünki burada Norveç dilinin strukturu, cümlə quruluş strukturu ingilis dilinin qrammatikasına daha çox yaxındır. Ondan da başqa bir çox sözlər ingilis dilindən götürülüb. Ümumiyyətlə Azərbaycan insanı üçün Norveç dilini öyrənmək mənim şəxsi fikrimdir, çətin deyil. Tələffüzü çətin deyil. Çünki burada olan bütün sözlər, bütün hərflər bizdə var. Başqa millətlərdə bir o qədər də deyil. Bizim Azərbaycanda sağ olsun, bizim Azərbaycan dilimiz bütün bunu tələffüz eləməyi rahatdır. Yəni h, ə, ö, ü. Amma adi ərəblərdə bu cür sadə deyil, bu qədər rahat deyil. Norveç dili qəliz dil deyil. İllahdan da bizdə azdan çoxdan rus dilində olduğuna görə bir çox sözlər də rus dilinə də yaxındır, ingilis dili və s. axır. Bu səbəbdən dil olaraq qəliz dil deyil, amma bura gələcək, burada yaşayacaq adam öyrənməlidir bu dili. Bu sizin üçün nə ingilis dili deyil, nə ispan dili deyil, nə alman dili deyil, nə fransız dili deyil ki, dünyanın başqa ölkələrində də bundan istifadə edəcəksiniz. Yox. Bu dil ancaq Norveçdə. Maksimum sən İsveç, Danimarkada istifadə edə bilərsən. O da ki, müəyyən dəyişikliklərlə, yəni türk dili, Azərbaycan dili kimi fərqlərlə. Belə. Dostlar, kanalımıza abunə olun, videonu bəyənin. Buna görə minnətdar olarıq. Baxın, meşənin içində belə bir lövhə var. Lövhədə ilk olaraq qeyd olunub ki, sən harda yerləşirsən və yəni azma ehtimalı olmasın deyənə azmaya qarşı xəritə falan yerləşdiriblər. Adamlar qısa bir məlumat da verir bu yer haqqında. Bu çox əla şeydir. Çox, yəni adam telefonun şarjı qutarıb, yəni elektriki qutarıb. Yaxşı şeydir, yəni. Və buna baxın, aprel ayının 15-dən sentyabr ayının 15-nə qədər burada ümumiyyətlə Norveçdə meşələrdə ocaq qalamaq qadağan edilir. Yəni sən gəldin burada mən kebab bişirdim və s. və ilə axır olmaz. Birmənalı şəkildə olmaz və bunu görsələr çox belə şiddətli cərimələr, hətta həbs olunma təhlükəsi ilə üz-üzə qala bilərsiniz. Yəni olmaz. Bəzən isti günlərdə, mən bunu dəfələrlə görmüşəm, isti günlərdə şey də olur. Helikopterləri qaldırırlar göyə, həddindən artıq isti günlərdə bir hardasa 25, 30, 30-dan yuxarı isti olanda helikopterləri yuxarı qaldırırlar. Helikopter ona nəzarət edir ki, harda ocaq var, harda ocaq olma ehtimalı var, ya harda yanğın var. Buna ciddi nəzarət olunur. Adamlar öz təbiətlərinin qeydinə qalırlar. Yəni adamlar öz təbiətlərinə dəyər verirlər. Demirlər ki, mən bu gün hakimiyyətdəyəm, mən bu gün vəzifədəyəm. Nəyi var, qırım, çapım, çalayım, nə var, mənim ailəm yaşayacaq. Amma məntiqlə fikirləşirlər ki, bəli, bu mənim ailəm, bu məmləkət mənim ailəmə, övladlarıma məxsusdur. Gələcəkdə onlar da yaşayacaqlar. Və s. və ilə axır. Bu vaxtda bu mövzuya girmək istəmirəm. Bu biraz siyasi mövzulardır. Gerisinin cavablarını hamısını özünüz də bilirsiniz məndən yaxşı. Bir də maraqlı fakt dediyim Norveçlə bağlı. Burada məmurların demək olar ki, xidməti maşınları olmur. Məmurlar deyəndə, yəni Jek müdürünün filanını nəzərdə tutmuram. Bələdiyyə sədrindən tutmuş ta nazirlərə qədər. Çox təsadüfi hallarda burada xidməti maşınlar olur, məmurların. Çox təsadüfi, çox az. Təşkilatın hər hansı bir xidməti maşını ola bilər, yəni işlə əlaqədar maşını ola bilər. Amma məmurun xidməti maşını olmur, sürücüsü olmur. Hətta buranın ən böyük adamı, ən böyük siyasi adamı baş nazirdir. Baş nazir də bir çox hallarda ya şəxsi avtomobilindən və yaxud taksidən istifadə eləyir. Təbii ki, buranın şeyini demirəm, kongenini,
şahzadəsini demirəm, amma digər məmurlar, digər nazirlərin şəxsi avtomobilləri olmur. Xidməti, şəxsi deyərkən üzr istəyirəm, xidməti avtomobilləri olmur. Ya öz avtomobilin, ya da ki taksi. Həmin təşkilat ödəyir, yəni taksinin pulunu ödəyir misal üçün. Yəni Osloda sürən taksilər asanlıqla hər hansı bir naziri və yaxud da hər hansı baş naziri və yaxud nazirin köməkçilərini filan ora bura aparır. Yəni olur, belə şeylər olur. Bu da Norveçə aid bu zəngin ölkənin hansı ki neft ehtiyatları olduqca çoxdur və neftdən gələn gəlirinə adamlar toxunmurlar. Adamlar saxlayırlar o pulu gələcək nəsillər üçün. Olduqca belə şaşırdıcı, adamın dəhşətə gələn bir rəqəmlər var, yəni sözün yaxşı mənasında. Hansı ki o pullara bunlar toxunmurlar, gələcək nəsillər üçün saxlayırlar. Ağıllı davranırlar, belə deyək, indi desək. Ölkənin pulu var deyənə də ölkə pulundan da səmərəli istifadə edir. Belə ki, ölkə dünyanın aparıcı şirkətlərində öz yatırımlarını eləyir. Onların qiymətli kağızlarını alır, onları və yaxud dünyanın etibarlı ölkələrində şeylər alır. Əmlaklar alır. Əmlaklar, daşınmaz əmlaklar alır, hansı ki bu ölkələr qanunla tənzimlənən ölkələrdir. Belə. Norveçin 450 min gölündən biri. Demək, burada göllər elədir ki, göllər də bayaq qeyd elədiyim kimi şəxsidir, meşələr şəxsi olduğu kimi, amma gəlib göldən istifadə edə bilərsən. Necə? Yəni yay vaxtı, yay fəslində və ya qışda buzun altında çimənlər burada çox olur. Çimə bilərsən, balıq tuta bilərsən. Bir çox göllər, o bələdiyyədən fərqli olaraq bir çox yerlərdə, bələdiyyələrdə göllər pullu olur balıq tutmaq, bir çoxlarında bəzi göllər pulsuzdur. Müxtəlif cür olur. Gəlirsən, burada QR kodundan pulunu ödəyirsən, onlayn şəkildə balığı tutursan. Heç kəs nəzarət eləmir, hamı da vicdanlı şəkildə pulunu ödəyir. Belə. Dostlar, kanalımıza abunə olun, bəyəndim düyməsini sıxmağı unutmayın. Norveç haqqında daha maraqlı, daha gözəl, bir-birindən gözəl videolar çəkməyə sizə söz veririk. İnşallah növbəti videolarımızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Belə. Sağ olun, sağlıqla qalın.